Demək olar ki, bəzən həyatda hamı bu məqamı yaşayar. Elə məqamlara rast gəlirsən ki, təsəlli tapmaq üçün yenə də adillərimizin söz dünyasına müraciət edirsən. Onunla təsəlli tapırsan. Demək, şair Hüseyn Arif yazırdı ki, yaxşı ki, yayılır günün şöyləsi, yoxsa əriməzdi qar bu dünyada. Yaxşı ki, gürlüyür pələngin səsi, çaqqallar çəkərdi car bu dünyada. Azmı həqiqətin kəsib önünü, yalan başa keçib çəkdi özünü. Yaxşı ki, dahilər açır gözünü, dinir namus qeyrət ar bu dünyada. Ey Hüseyn Arif, dilində dilqəm, nə sehrli aləm, nə sirli aləm. Yaxşı ki, qılıncla toqquşur qələm. Yaxşı ki, şairlər var bu dünyada. Yaxşı ki, aqillərimiz olub, bizə bir söz dünyası qoyub gedib. Bəzən nadanla, nankorla üz-üzə gələndə o aqillərimizin söz dünyasından təsəlli tapırsan. Şair Əbülfəzli yazır ki, demirəm ömürcün dünyada heçdir, onsuz heç olanlar girə düşürlər. Adam var sanırsan qiyməti 5'dir, amma sınanında 1'ə düşürlər. Baş var bədən üstə durar şər kimi, özündən aşağı sanar hər kimi. Əldə bir məsəl var, o məsəl kimi tabağa qoyanda yerə düşürlər. Sevilməz hissində quduz olanlar, tez sönər yalancı ulduz olanlar, bəli, nahaq yerə xoruzlananlar, haqqın tərəzisində fərə düşürlər. Bir də ki, nankora bir dağ bağışlasan, deyəcək ki, bir daş niyə əskikdir?